Elhamdülillahi Rabbil alemin. Sallallahu ve sellem ala nebine Muhammedin ve ala alihi ve sahbihi ecmain. Allahümme allimna ma yenfa'una ve enfa'na bima allamtana inneke entel alimul hakim. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Sonra değerli kardeşler, ilk önce alemlerin Rabbi olan Allah'a şükürler eləyib, Allah'a həmd edirik ki, Allah Teala bize xeyir əməlləri asanlaşdırır. Bütün müvəffəqiyyət kimdəndir? Allahdandır. وَمَا تَوْفِيقِ إِلَّا بِاللَّهِ. Necə Allah Teala Quran-ı Kərimdə bildirir ki, Allahın peyğəmbərlərindən biri öz qövmünə deyir ki, mənim müvəffəqiyyətim Allahdandır. Həmçinin Allah Teala bildirir ki, وَمَا بِكُمْ مِنْ نِعْمَةٍ فَمِنَ اللّٰهِ. Sizdə olan hər bir nemət Allahdandır. Və sonra değerli kardeşler, yığışmağımızın səbəbi Əqiq məclisidir. O qardaş ki, onun evladı olub. Allah Teala o evladı əməli salih evladlardan etsin. Allah Teala o evladı qardaşımızın özü üçün, ailəsi üçün, həmçinin bütün ölkəmiz üçün, vətənimiz üçün, millətimiz üçün, Muhammed sallallahu aleyhi ve sellem ümməti üçün xeyirli, faydalı kimsələrdən etsin. Və değerli kardeşlerim, necə gördünüz, Allah Teala bizi yedizdirdi. Allah Teala bize ruzu verdi, biz yedik. Peygamberimiz Muhammed sallallahu aleyhi ve sellem bize öyrədib ki, öz sünnəsində kim yemək versə, bizə içmək versə, bizi yedizdirsə, onun üçün belə bir dua eləyək. Xeyrisi Allah Teala'dan. Allahümme bərik fimmə razaqtəhum vəğfir ləhum vərhamhum. Ey Rabbim, Allah'ım, onlara verdiğin ruzuya bereket ver. Bereket değil o ruzunu. Onları bağışla ve onları affet, onlara rahmet. Bu bir sünnədir. Onu gerek her birimiz Allah'ın izniyle öğrenək. Peygamber sallallahu aleyhi ve sellem sünnəsini tətbiq eləyək. Sonra yeməkdən sonra olan bir zikir var. Bunlar sadece bir fayda kimi olsun Allah'ın izniyle əvvəlcədən. Yeməkdən sonra bilirsiniz, yeməyə başlayanda İnsan Bismillah deyir və sağ əli ilə yeyir. Niyə sağ əllə? Çünki Muhammed sallallahu aleyhi ve sellem ki, kulu bil yamin fe inne şeytan. Peygamber sallallahu aleyhi ve sellem deyir ki, la ta'kulu bişşimal fe inne şeytan ya'kulu bişşimal. Solla yeməyin, çünki şeytan solla yer. Bu nəyi göstərir? Sağla yemək lazımdır və sağla içmək lazımdır. Həmçinin başlayanda nə demək lazımdır? Bismillah. Yəni Allahın adıyla. Bitirəndə isə zikir var. O da kısası elhamdülillah'dir. Ve biraz daha geniş manada olan elhamdülillahillezî at'amani hâdâ ve razaqanihi min gayri havlin minni ve la kuvve. Bunu da inşallah kim bilirse desin, kim bilmirse öğrensin. Müslümanın qalası kitabça var. Orada bunlar hamısı var, baxa bilərsiniz. Məna odur ki, yani elhamdülillahillezî at'amani hâdâ. Bunu mənə yedizdirən Allah'a həmd olsun. Min gayri havlin minni və la quvvə. Özümün heç bir gücü, qüvvəti, qüdrəti olmadan onu mənə yedizdirən Allah'a həmd olsun. Şükürlər olsun ki, Allah Teala bizi yedizdirir və içizdirir. Sonra isə değerli kardeşler, Peygamber Muhammed sallallahu aleyhi ve sellemin səhih hədislərindən birində, hansı ki hədis Abdullah ibn Ömərdən gəlir. Abdullah ibn Ömər ibn Xattab, Ömer ibn Xattab'ın oğlu Abdullah, Abu Abdurrahman, Abdullah'dan gelir. Ve İmam Bukhari ve İmam Muslim rivayet edip bu hadisi her birimiz Müslüman olduğumuza göre gerek bunu yaxşı bilək. Həmçə qeyri insanlar bu hadiste keçən məsələləri yaxşı bilsin. Bilsin ki, əməl etsin. Əməl edəndən sonra dəvət etsin ve sonra bu yolda səbirli olsun. Hadiste Muhammed sallallahu aleyhi ve sellem deyir ki, buniyel İslamu ala xamsin. Sahabe deyir ki, mən eşitdim ki, Allah Resulü sallallahu aleyhi ve sellem deyir ki, İslam 5 şey üzerinde kurulub. Şehadeti en la ilahe illallah ve enne Muhammeden Resulullah sallallahu aleyhi ve sellem. Birinci nedir? La ilahe illallah ve Muhammeden Resulullah sallallahu aleyhi ve sellem şehadeti. İkinci nedir? Ve iqamis salah. Namaz qılmaq. Üçüncü və ita-iz zəkat, zəkat vermək. Dördüncü və həccil beyt, Allahın evini
həcc etmək, yəni Kəbəni. Aranı? Kəbəni. Kəbədən qeyrisini tavaf eləmək, həcc eləmək və gedib ibadət eləmək nədir? Batildir, elə bir şey yoxdur. Varsa da batildir. Və son Ramazan. 5-incisi nədir? Ramazan orucunu tutmaq. Dəyərli qardaşlar, bu nəyə göstərir? İslam 5 şey üzərində qurulub. Yəni, İslamın 5 dənə dayağı var. Hər bir müsəlman bu 5 məsələni öyrənməli və tətbiq eləməlidir. Birincisi nədir? La ilahə illallah, Muhammed Rasulullah sallallahu aleyhi ve sellem. Bu kəlmə insanı nə edir? Müsəlman. Bu kəlməyə görə müsəlman olursan. Çox qısa olaraq Allahın izni ilə mənalarını, alimlərin qeyd elədiyi bəzi mənaları bu əsaslar üçün qeyd eləyək. La ilahə illallah kəlməsi, qardaşlarım, nə deməkdir? Sual. Qardaşlarıma sual. La ilahə illallah kəlməsinin mənası nə deməkdir? Mənası Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur. Amma belə demək ki, Allahdan başqa ilah yoxdur, bu düzdür, səhvdir. Allahdan başqa ilah var. İlah nə deməkdir? Bəzi insanlara maraqlı gələcək bu söz. Ki, Allahdan başqa ilah var. Var. Lakin necə? İlah nə deməkdir? Biz onu bilməliyik. İlah, mə'luh, mə'bud mənasındadır. İbadət olunan deməkdir. Niyə görə biz deyirik ki, və necə deyərlər, iddia edirik ki, Allahdan qeyri ilah var? Allah Teala Quran-ı Kərimdə bunu bildirir. Allah Teala deyir ki, فَمَا أَغْنَتْ عَنْهُمْ آلِهَتِهُمُ الَّتِي يَدْعُونَ مِنْ دُونِ اللّٰهِ وَالْآيَةِ. Onların Allahdan qeyri ibadət elədiyi ilahlar, o batil məbudlar, Allahın əzabı onlara gələndə onlara heç bir kömək eləyə bilmədi. Allah Teala özü Quran-ı Kərimdə nəyi bildirir? Bizə özündən başqa ilahlar var. Lakin nə deyir? Batil ilahlardır. ذَلِكَ بِأَنَّ اللّٰهَ هُوَ الْحَقُّ وَأَنَّ مَا يَدْعُونَ مِنْ دُونِهِ هُوَ الْبَاطِلِ. Bu ona görədir ki, Allah haqq, onların Allahdan qeyri ibadət elədiyi ilahlar isə nədir? Batildir. Deməli, Allahdan qeyri ibadət olunanlar, ilahlar var. Lakin haqqdır, batildir. Batildir. Haqq olan kimdir? Allah. La ilahə illallahın doğru tərcüməsi, Allahdan başqa ibadətə layiq olan haqq məbud yoxdur və ya heç bir haqq məbud yoxdur. Allahdan başqa ilah yoxdur kimi tərcümə eləmək səhvdir, xətadır. Ərəb dili bilənlər, qrammatikadan anlayışı olanlar bilirlər məsələni Allahın izni ilə. Lakin la ilahə illallahın özünə baxsaq, dəyərli qardaşlar, 2 dənə rukun var bu kəlmənin içində. La ilahə 1, illallah 2. La ilahə nə deməkdir? La yoxdur, ilahə ilah, heç bir ilah. İllə Allah. İkinci hissəsi nədir? Yəni Allahdan başqa. Bu kəlmə İslamın birinci rükunu olan bu la ilahə illallah kəlməsi Allahdan qeyri ibadət olunanların batil olduğunu qəbul elətdirir sənə. Çünki sən deyirsən ki, la ilahə yoxdur, heç bir ilah, haqq olan ilah Allahdan başqa. Onu göstərir ki, sən Allahın varlığını qəbul etsən, Allah mənim ilahımdır, o mənim Rəbbimdir, o məni yaradıb, o məni yaşadır, o məni yedizdirir, işlərimi idarə eləyir. Hər bir şey ondandır desən, lakin Allahdan qeyri ibadət olunan batil məbudların batil olduğunu deməsən, etiqad eləməsən, bu kəlməni düzgün başa düşməmisən. Mütləq şəkildə Allahdan qeyri ibadət olunanların batil olduğunu etiqad eləyib və ibadətə tək haqqı olan, layiq olan Allah talan olduğunu ispat eləməlisən. Yəni, la ilahə illallah 2 yerə bölsək, la ilahəni mütləq şəkildə qəbul etməlisən, illə Allah. Bu hissəni isə ispat etməlisən. Allahdan qeyri ibadət olunanlar hamısı batildir, onların ibadətə haqqı yoxdur, yalnız ibadət kimin haqqıdır? Allahın. Niyə görə onların ibadət haqqı yoxdur, dəyərli qardaşlar? Çünki onlar məxluqdurlar. Əyəbuduna mə la yaxluqu şeyən və hum yuxlaqun. Allah Teala sual verir ki, onlar heç bir şey yaratmayan, özləri də yaradılmış olan məxluqlara ibadət edirlər. Məxluqdur,
yeməyə içməyə ehtiyacı var, köməyə ehtiyacı var, kiminsə ona baxmasına ehtiyacı var. Əgər ağacdırsa su verməyə ehtiyacı var. Necə görürsünüz? Bəzi insanlar hansı ağacları müqəddəsləşdirib, rəngli parçalar bağlayırlar. Diləklər tuturlar. Arzun belə olsun, gəlib səndə qurban kəsəcəm. Adam ağacı neyniyir? İlahlaşdırıb. O ağacın həyatda qalması üçün müəyyən vaxtlarda ona su verirlər. Ona, necə deyirlər, el arasında peyin verirlər, dərman verirlər və arasınsa buduyurlar. Yəni, bu ilah ola bilər. Ağac ilah ola bilər. Ağac mənə ruzlandıra bilər. Ağacın özünün nəyə ehtiyacı var? Ruzuya. Ağac qışda bir halda, yayda bir halda olur. Gecə bir halda olur, gündüz bir halda olur. Batildir hamısı. Ona görə dəyərli qardaşlar, bilmək lazımdır ki, la ilahe illallah nəyi öyrədir bizə? Allahdan qeyrilərinin batil olduğunu. Ona görə onun ibadət haqqı yoxdur. Və ya məsələn, insanlar hansısa adını seyir qoyduğu şəxsləri ibadət edirlər. Sonra görəndə özünü düzəldir. Və ya da hansısa pirin yanından keçəndə musiqinin kodunu alır və sözlərinə fikir verir ki, buradan keçirsən ehtiyatlı ol. Musiqini al, ona hörmətsizlik olmasın, yoxsa başına bəla gələr və ya danışığı fikir ağzını əylər. Yaxşı. Allah Teala sual verir. İlahun mə'allah. Allahla yanaşı ilah varmı? Allahla yanaşı Allah kimi təzim olunan bir ilah mı var? Allah mı daha layiqdir ondan həya edilməyə, ondan qorxmağa, ondan həzər etməyə, ona hörmət qoymağa, onun qədir qiymətinin, şənini insanlar içərisində uzaldılmağa Allah mı daha layiqdir? Yoxsa o batil məbudlar? Cavab verə bilən buna cavab versin. Allah Teala deyir ki, وَمَنْ يُعَزِّمْ شَعَائِرَ اللّٰهِ Kim Allahın şüarlarına, namazına, orucuna, Quranına, Peyğəmbərinə, onun əmir və qadağalarına hörmət qoysa, qəlbində olan Allahın qorxusundan irəli gəlir. Hələ Allahın əmir və qadağasına hörmət qoyanda bu belə olur. Allahın özünü, şənini uzaldanda, gecə-gündüz onu zikr eləyəndə, onu tərifləyəndə, o məni görür, eləməməliyəm, tərk etməliyəm, o məni görür, etməliyəm, əmr edib. Bu cür təzim Allaha olmalıdır. Allahın nəzarətini fikirləşib danışığı düzəltməlisən. O musiqinin xodunu almalısan, o pis yerləri tərk eləməlisən, namazı qılmalısan, salih əməlləri etməlisən. Çünki Allah Teala buna layiqdir. Sənə bəlanı versə Allah verər. Mükafatı versə Allah verər. Qul əfəraytum. Ayələrə diqqət edin, dəyərli qardaşlar. Vallahi insanlara öyrətmək lazım belə şeylər. Bilmirlər. İnsanlar avamdır çoxsu dindən. Dünyada yaxşı bilə bilərlər. Lakin əsas dindir. Çünki ahirətdə nə fayda verəcək din? Qul əfəraytum. Mə təd'un min dunillahi in aradəniyallahu bidurrin. Həl hunnə kəşifətu durri. Əv aradəni bi rəhmətin. Həl hunnə mumsikatu rəhməti. De ki, bir mənə xəbər verin, görüm Allah Teala Peyğəmbərinə deyir ki, onlara denən öz qövmünə, Allahdan qeyrisinə ibadət edənlərə, onlara deyir ki, bir mənə xəbər verin, görüm, əgər Allah mənə bir müsibət göndərmək istəsə, sizin Allahdan qeyri ibadət elədikləriniz o müsibətin qarşısını ala bilərlər. Və Allah mənə bir rəhmət göndərmək istəsə, bir neymət vermək istəsə, Allahın rəhmətinin qarşısını ala bilərlər. Qul həsbiyallah. De ki, Allah mənə bəs edər. Əleysə Allahu bikəfin abdəhu. Allah öz quluna kifayət deyil. Yəni Allah mənim ruzumu vermək üçün mənə bəs etmir. Mənə evlad vermək üçün işlərimi asanlaşdırması bəs eləmir. Mən gəlib Allahdan qeyrisindən istəyib, Allahdan qeyrisindən qorxacam. Aleyhi yətəvəkkəlil mütəvəkkilun. Təvəkkül edəcəksinizsə, onda Allah edəcəksiniz, deyir Allah Teala. Başqa bir ayda Allah Teala deyir ki, وَمَا لَنَا أَلَّا نَتَوَكَّلَ عَلَى اللّٰهِ وَقَدْ هَدَانَ سُبُلَنَا Bizə nə olub ki? Nə olub biz müsəlmana? Rəbbim Allahdır deyən, dinim İslamdır deyən, Peyğəmbərim Muhammed sallallahu aleyhi ve sellem deyən bir insana nə olub ki Allahdan qeyrisindən, Allahdan qorxduğu kimi qorxsun? Ruzunun Allahda olduğunu bildiği halda, xeyrin və şərin Allahdan gəldiyini bildiği halda, Allahdan qeyrisindən qorxacaq. Allahdan qeyrisinə güvənəcək. Allahdan qeyrisinə itimad eləyəcək. Allahdan qeyrisinə qurban kəsəcək. Allahdan qeyrisinin evin tavaf eləyib fırlanacaq. Hətta bəziləri üzü üstə sürüşlənər. Və Allahi bəziləri deyirlər ki, mən filan kəsin itiyəm. Mən isə Allahın quluyam. İti deyiləm. Heyvan niyə oluram ki? Allah Teala deyir ki,
وَلَقَدْ كَرَّمْنَا bəni Ədəm. Adəmin evladına hörmət qoymuşam deyir. İnsan eləmişəm onu. Ağılla, şuurla, ibadəti ona nəsib eləməklə. Mən Allahın quluyam. Sən Allahın qulusan. Bu sənin üçün şərəfdir. Mən kimisə iti olmaram. Kimisə pişiyi olmaram və s. Sürünə gedirsən hansısa bir batil yerə olmaz. Allah'a ibadət iki ayağın üstündə bu dillə, bu gözlə, bu qulaqla, bu qəlblədir. Çünki Allah belə istəyib. Allah təala ki, inni harramtu zulmə alə nəfsi. Mən zülm eləməyə öz nəfsimə haram eləmişəm. Sizin də aranızda haram elədiyim bir-birinizə zülm eləməyin. İnnə şirkə lə zulmun azim. Allah təala deyir ki, şirk ən böyük zülümdür. Ya bu neyyə? Loğman əleyhissalam oğluna nə deyir? Ey oğlum, atanın evladına verəcəyi ən gözəl nəsihət. La tuşrik billah. Allah'a ortaq qoşma ya. Allah'a ortaq qoşma. Niyə görə? İnnə şirkə lə zulmun azim. Çünki şirk ən böyük zülümdür. Ən böyük bir zülümdür şirk. Olmaz. Rəbbimə ibadət eləyəcəm. Ona ibadətdə heç bir şey şərik qoşmayacam. Yaxşı, niyə mən ona ibadət eləməliyəm? Çünki özü deyib. Va'budullaha və la tuşriku bihi şey'ə. Allah'a ibadət edin. Ona heç bir şey şərik qoşmayın. Bu ayə nəyə hat edir özündə? La ilahə illallahı. Tək Allah'a ibadət eləyin. Allah'tan qeyrilərin batıl olduğuna etiqad eləyin. Müsəlman la ilahə illallahı bilməli və həyatında onu yaşamalı, insanlara da öyrənməli. İnsanların əksəriyyətinə sual verirsən ki, la ilahə illallah nə deməkdir? Heç bilmirəm. Bilmirəm deyənlər üçün həqiqətdə gözəl cavab. Çünki bilmir adam. Bəziləri deyir ki, heç bilmək də istəmirəm. Bəziləri deyir ki, Allah'a sığınırım bu sözdən. Kimlərinsə uydurduğu bir kəlmədir. Təsəvvür eləyin, çox az insan bilir la ilahə illallah nə deməkdir. Çox az insan. La ilahə illallah əzəmətli bir kəlmədir. La ilahə illallah Allahın adını özündə əhatə edən bir kəlmədir. O öyrənmək lazım, uşaqlara öyrətmək lazımdır. Və la ilahə illallahdan danışsaq, illər, ömür bəs eləməz. Sadəcə qısa olaraq inşallah hamımız bilməyimiz bu qədər bəs eləyər. Və ennə Muhammədən Rasulullah. İkinci səsi nədir? Muhammed Rasulullah'dır. Allah'ın Rasuludur Muhammed sallallahu aleyhi ve sellem. İbn-i Qayyim deyir ki, rahimahullah, Muhammed sallallahu aleyhi ve sellem abudun la yu'bed. Quldur. Ona ibadət olunmaz. Rasulun la yukezzeb. Allah'ın Rasuludur. Yalansız saymaq olmaz. Quldur nə üçün? İbadət olunmaz ona. O gəlib qulları, insanları qullara qul olmaqdan xaliqə qul olmağa yönəldir. Peyğəmbər sallallahu aleyhi ve sellem gələndə dəvətə, Peyğəmbər kimi Allah onu göndərəndə 40 yaşında Kəbənin ətrafında və ya içində nə qədər büt var? 360 dənə. Deyəndə ki, tək Allah'a ibadət edin, ona heç bir şey şərik qoşmayın. Deyirlər ki, Əcəaləl əlihətə iləhən vahidə innə həzə lə şeyun əcəb. Deyirlər ki, sən Allah ayələrdə deyir bunu. Bunlar deyirlər ki, sən nə demək istəyirsən? Bu qədər ilahları hamısın deyək batildir, tək sənin ilahını qəbul eləyək. Yəni bütün ilahları birdən eləmək istəyirsən? Təsəvvür edin. Bugün də bəzi insanlara deyəndə ki, Allah'a ibadət elə, bir təzə din gətirmişsiniz. Vahabisiz və s. adlar, atalarınızın, babalarınızın dinini satmışsınız, özünüzdən yeni din gətirmişsiniz, harasa bağlısınız. Bəli, bağlıyıq Allah'ın kitabına. Peyğəmbərimiz Muhammed sallallahu aleyhi ve sellem sünnətinə. Bəli, bir yerə bağlı olmaq lazımdır. Allah və Resuluna və salam. Şəxsə bağlılıq, kiməsə bağlılıq. Belə şey yoxdur. Allah təala deyir ki, وَمَنْ يُطِعِ اللّٰهَ وَالرَّسُولِ. Kim Allah və Resuluna itaat eləsə, فَاُولَٰئِكَ onlar itaat edənlər مَعَلَّذ۪ينَ أَنْعَمَ اللّٰهُ عَلَيْهِمْ. Allah'ın neymət verdiyi kimsələrlədir. Kimlərdir onlar? Minən nəbiyyin, peyğəmbərlər. Minən nəbiyyin və sıddiqin və şühədai və salihin. Allah'a və Resul'a itaat edənlər Allah'ın neymət verdiyi kimsələrlə bir yerdədir. Onlar da kimlərdir? Peyğəmbərlər, sıddıqlar, şəhidlər və salihlər. Kim onlarla olmağı istəməz dəyərli qardaşlar. Və həsnə uləykə rafiq. Allah da ki, onlar necə gözəl dostlardır. Bu ayənin nazil olma səbəbi maraqlı bir hadisədir. Sahabe evində oturur radiyallahu anhu.
Peyğəmbər sallallahu aleyhi ve sellem yadına düşür, onu fikirləşir və darıxır onun üçün. Hər dəfə darıxanda gəlir Muhammed sallallahu aleyhi ve sellemi görür, Allahın Peyğəmbərini görür və gözləri sevinclə dolur. Bir gün gəlir Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, ya Resulallah, mən düşünəndə ki, sən dünyavı dəyişəcəksən, gedəcəksən cənnətə, Allah Teala dərəcələri qaldıracaq, Peyğəmbərlərlə bir yerdə olacaqsan, mən də cənnətə düşsəm, səni bir daha görməyəcəm. Dünyada səni görmək istəyəndə, gəlirəm səni görürəm, gəlirəm səni ziyarət edirəm, gəlirəm sənə rahatlıq tapıram, nəsiyyət edirsən bizə, Allahdan danışırsan bizə, rahatlaşırıq. Peyğəmbər sallallahu aleyhi ve sellem gözləyir, dinlənmir. Allah Teala bu ayəni nazil edir ki, kim Allah və Rasuluna itaat eləsə, onlar Allahın nimət verdikləri ilə olacaq. Kimlərlə? Peyğəmbərlər, sadiqlər, şəhidlər və salihlərlə. Səbəb budur. Fikir verin, sahabə idi. Düşüncəsinə baxın, görəsən o cənnətə girsə, mən də girsəm, harada olacaq? Eyni olacaq, yoxsa ayrı? Peyğəmbər sallallahu aleyhi ve sellem başqa sahabəsi Hanzala radiyallahu anhu evində oturur, cinnəfəqa Hanzala. Hanzala münafiq oldu. Hansı ki o sahabədir ki, adam evləndiyi gecə, səhərsi sübh namazı vaxtı və ya ondan öncə cihad üçün əmr gəlir. Qusul almadan cihada qatılır. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, o şəhid olur, Allahın mələkləri ona qusul verirlər. Allah Teala mələkləri ona qusul verirlər. Bax, bu sahabə. Görün, məqamına baxın. Deyir ki, münafiq olub. Hansıla münafiq olub özü üçün deyir. Niyə görə? Çünki deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem yanında olanda o bizə Allah'a xatırladır, dinimizi öyrədir, zikr edir, imanımız artır, özümüzü Allah'a yaxın hiss edirik, köksümüz genişlənir, qəlbimiz rahatlıq tapır. Nə ilə? Dinlə. Nəyi xatırladı Muhammed sallallahu aleyhi ve sellem? Allah Teala'nın dinini. Gələndə Əbu Bakır görür yolda. Əbu Bakır deyir ki, hara? Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem yanına. Deyir, nə üçün? Deyir ki, bəs halım belədir. O da deyir ki, deyəsən, mən də münafiqəm. Gəl ikimiz də gedək Peyğəmbər sallallahu aleyhi ve sellem yanına. Gedirlər Peyğəmbər sallallahu aleyhi ve sellem yanına və halların danışanda Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, sizin imanınız daim eyni səviyyədə qalsaydı, Allahın mələkləri yollarda sizlə əllə görüşərdi. Bu nəyə göstərir? İman artır, azalır. İmanı artırmaq lazımdır. Sahabələrin düşündüyü düşüncədə olmağa çalışmaq lazımdır. Muhammed sallallahu aleyhi ve sellemə itaət eləmək, onunla bir yerdə olmağı istəmək, onun dərəcəsi hardadır, ora çatmağı Allah Teala'dan istəmək. Allah Teala deyir ki, başqa ayədə Atiullah və Atiur Rasul Leallekum turhamun. Allah'a və Rasuluna itaat edin, bəlkə sizə rəhm olunsun. Bəlkə sizə Allah Teala rəhm eləsin. Muhammed Rasulullah sallallahu aleyhi ve sellem şəhadəti bir neçə şey əzmə əhatə edir, dəyərli qardaşlar. Etiqad eləmək ki, Allahın Rasuludur, Allah göndərib onu. Etiqad eləmək ki, onun gətirdiyi haqdır. Etiqad eləmək ki, Allaha yalnız onun şəriəti üzərində ibadət eləmək lazımdır. Ataların, babaların, filan kəslərin dediyi kimi deyil. Allah Teala öz dinini hər kəsə etibar eləməyib. Mələklərə etibar eləyib və peyğəmbərlərə etibar eləyib. Atalar, babalar ola bilsin, dünyada müəyyən bir məqama satsınlar. Lakin dindən çox az məlumatlar olub. Allahın dinindən gözəl bilən Muhammed sallallahu aleyhi ve sellem olub. Və ondan götürmək lazım. Məsələn, namaz. Peyğəmbər sallallahu aleyhi ve sellem bizə namazı qılmağa əmr eləyəndə nə deyib? Sallu kəmə rəaytumuni usalli. Məni necə görmüşsünüz namaz qılan, elə namaz qılan. Bugün bəzi insanlara deyəndər ki, axı sən Peyğəmbər sallallahu aleyhi ve sellemin qıldığı namaz kimi qılmırsan. Ləbuddur ki, o necə öyrədib elə qılasan. Deyir ki, sən vahabisən. Mən sənin qıldığın namazı qıla bilmərəm. Və ya qılsan mənə deyərlər ki, sən də vahabi oldun. Sən də qoşuldun, əziz qardaş, əziz bacım. Belə şey yoxdur. Vahabi deyilən anlayış yoxdur. Olmuyor. İnşallah olmayacaq. Vahab nə deməkdir? Əvəzsiz bəxş eləyən, əvəzsiz verən. وَلِلَّهِ الْأَسْمَاءُ الْحُسْنَ فَدِعُوهُ بِهَا. Allahın gözəl adları var. O adlarla Allah Teala'nı çağırın. O adlardan biri nədir? Vahhab. Möminlərin Allah'a yalvarması var, duası var. Rabbena la tuzigh qulubana ba'da iz hadaytana innaka entel vahhab. Ey Rəbbimiz, bizə hidayət verib doğru yola yönəltdikdən sonra qəlbimizi azdırma. Həqiqətən də sən vahhab, yəni əvəzsiz verənsən. Əvəzsiz verən mənasındadır vahhab. Yəni bu adına götürüb bağlayırsınızsa onda gözəl. Əvəzsiz verənin qullarıyıq.
Lakin dəstə kimi, ayrı bir firqə kimi firqələşdirmək ki, bunlar vahabilərdir. Bunların dininə daxil olduğunu çıxa bilmirsən. Bunlarda belədir, bunlarda belədir. Bunlar ölülərini bastıranda sanki canlarını qurtarır kimi bastırırlar. Hamısı boş söhbətlərdir. Bizdə də dünyasını dəyişən olur, yaxınlarımız dünyasını dəyişir. Onları gözəl şəkildə yuyuruq, onları kəfənləyirik, onlar üçün cənazə namazı qılırıq, onları dəfn edirik, sağ çiyini üstə qoyuruq. Kişiləri Peyğəmbər sallallahu əleyhi və səlləmin öyrətdiyi kimi, qadınları Peyğəmbər sallallahu əleyhi və səlləmin öyrətdiyi kimi dəfn eləyəndə qoyuruq, sağ çiyini üstə deyir ki, Bismillah, Allahın adı ilə, alə sünnət Rasulillah, Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəti üzərində dəfn edirəm. Mən mi doğru dəfn edirəm? Yoxsa sən doğru dəfn edirsən? Mən sünnət üzərində dəfn edirəm. Sən xurafat üzərində dəfn edirsən. 3 dəfə qoyun götürün, yoxdur belə bir şey. 3 olmalıdır, 7 olmalıdır, 40 olmalıdır, il olmalıdır. Yoxdur belə bir şey. Muhammed sallallahu aleyhi ve sellem həyatda olanda 7 evladından 6'sını özü bastırıb adam. Aleyhissalatu vesselam. İbrahim'i bastıranda hədislər var. Necə bastırıb İbrahim'i? Deyir ki, gözlərimiz yaşla dolub, qəlbimiz sızıldayır. Lakin dilimiz Allah'ın söylediğinden başkasını söylemez. Veya Allah'ın razı kaldığından başkasını söylemez. İnne lillahi ma akhaz ve lehu ma ata ve kullu şeyin indehu bi ecelin musamma. İnsan dünyasını dəyişəndə, gedib təziyə verəndə bunu deyirsən. Aldığını o vermişti. Verdiği onundur. Hər bir şeyin Allah'ın qatında müəyyən bir əcəli var. Təsəlli verirsən dünyasını dəyişmiş insanın qohumuna, əqrabasına. Lakin gedib orada xurafat eləmək, orada misal kimisə gətirib ona Quran oxumaq, öləndən sonra yox. Diri olanda ona Quran oxumaq lazım idi. Diri olanda demək lazımdır ki, Allah Teala sənə Quranda əmr eləmişdi. Namaz qılmağı. Aqimus salah və atuz zəkə. Allaha namaz qılın Allah üçün. Malınızdan Allah üçün zəkat verin. Adam sağ olanda gəlib demədin namaz qıl. İndi ölüb deyirsən ki, gəl namaz qıl. Namaz qılar mı o? Eşidirmi o qulaq? Eşitmir. Görürmü o göz? Görmür. O qəlb döyülmür. O əl qalxmayacaq Allah akbar deməyə. Diri olanda demək lazımdır. Ona görə İslam dini gözəl dindir. Hansısa bir adı vermək, hansısa ləkəni atmaq, belə bir şey yoxdur. Boş şeylərdir. Müsəlmanıq hamımız. Hamımız Allah Teala'nın kitabından və Peyğəmbərimiz Muhammed sallallahu aleyhi ve sellemin sünnəsindən götürürük. Çünki Allah və Resulü bizdən bunu istəyir. Kiminsə fikri ilə getmək olmaz. Allah Teala deyir ki, Quran-ı Kərimdə. Əgər Quran-ı Kərim Allah'tan qeyrisi tərəfindən olsaydı, orada çoxlu ixtilaflar tapardınız. İnsanların o din götürülməsi üçün bir kitab yazılsaydı və o kitabda dünyada ən zəkalı insanların fikri toplansaydı, hərəsi öz fikrini irəli sürəcəkdi. Öz fikrini müdafiə edəcəkdi. Öz fikrini ən üstünü sayacaqdı. Necə Allah deyir? İxtilaflar olacaqdı. Ona görə Allah deyir ki, وَاَعْتَصِمُوا بِحَبْلِ اللّٰهِ جَمِيعًا. Hamılıqla Allah'ın ipindən möhkəm yapışın. Hamınız. Gəlin Allah'ın kitabından götürün. Niyə görə Allah'tan? Çünki orada xəta yoxdur. Ondan yapışan nizat tapacaq. وَمَنْ يَعْتَصِمْ بِاللّٰهِ فَقَدْ هُدِيَ إِلَى صِرَاطٍ مُسْتَقِيمٍ. Allah Teala deyir ki, kim Allah'ın ipindən yapışsa veya Allah'tan yapışsa artıq doğru yolda olar. Başqalarından yapışan Allah bilir. Doğru yolda deyil. Həmçinin o birisinin ona bəla gələr. Və hədisin ikinci hissəsində Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, yəni ikinci rukunu İslamın İqam-ı salah, nə eləmək? Namaz qılmaq. Deməli, bu nəyə göstərir? Müsəlmanın əməli nədir, dəyərli qardaşlar? Namaz qılmaq. Müsəlman gərək namaz qılsın. Müsəlman namazla tanınır. Müsəlman namaz qılmalıdır. Müsəlman üçün azan verilir. Azan veriləndə nə deyilir, dəyərli qardaşlar? Hayya aləs-salah, hayya aləl-fələh. Hayya aləs-salah nə deməkdir? Namaza tələs. Gəl namaza. Hara? Məscidə. Hayya aləl-fələh. İkinci hissəsində nə deyir? Nizat tapmağa tələs. Nizat nəydən keçir? Namazdan. Allah Teala deyir ki, gəl namaza. Bizdən əvvəlki sələflər, salih insanlar, sələflər deyəndə bizdən əvvəlki salih insanlar. Külün gəlində olanda qaldırardı ki, vursun, eşidəndə ki, Allahu Akbar,
Bıraxardı belə, atmazdı onu. Vurmazdı o külüngü, atardı ki, vəssalam. Allah Teala deyir ki, gəlin məscidə namaz vaxtıdır. Allah Teala deyir ki, insanlardan və yaxud da möminlərdən elə kişilər var ki, onları nə malları, nə alış-verişləri, nə ticarətləri Allah'a zikr eləməkdən, namaz qılmaqdan, zəkat verməkdən yayındırmaz. Buna əməl eləmək üçün. Hər bir müsəlman namaz qılmalıdır. Hər bir müsəlman namazı əda eləməlidir. Peyğəmbər sallallahu əleyhi və səlləm hədisdə deyir ki, "As-salatu nurun." Namaz nurdur. Nurdur dünyada dəyərli qardaşlar. Nurdur qəbirdə tək qalacağın o zülmət gecələrdə vallahi. Nə anan olacaq, nə atan olacaq, nə dayın olacaq, nə səni dünyada bəzi yerlərə tapşıran insanlar olacaq. Heç kim olmayacaq. Dostların da olmayacaq. Hələ zamansan namaz qılarsan, hələ nə yaşın var, karyera uğur, namaz qılarsan deyənlər də olmayacaq. Qaranlıq gecə, dar bir məkan, heç vaxt olmadığın bir məkan, köməyə ən böyük şiddətli ehtiyacın olacağı bir gün, gecə, bir yer, namaz orada sənin üçün nur olacaq. Lakin namaz qılmasan orada sənin üçün nur olmayacaq. Peyğəmbər sallallahu əleyhi və səlləm ki, "As-salah nur, namaz nurdur." Özü bu nurdan məhrum eləmə. Alimlər deyirlər ki, "As-salatul mafruda və nafilə nurun fil vəcih." Allahın vacib etdiyi namazlar istər vacibi olsun, fərz namaz olsun, istər nafilə. İnsan onları əda eləyəndə üzündə nur olur. Üzü nurlanır. Fətəcid əl-mudayyi'inə lis-salə alə vucuhim az-zulmə vəl-kədər. Namaz qılmayan insan, namazı tərk eləyən, namaza əhəmiyyət verməyən insanlar görürsən sıxıntıda olurlar. Qəlbləri əksər hallarda narahat olur, sıxıntı içərisində olur. Bilirsinizmi niyə dəyərli qardaşlar? Kim bunun cavabını verə bilər? Allah Teala özü. Allah Teala deyir ki, وَمَنْ أَعْرَضَ عَنْ ذِكْرِي فَإِنَّ لَهُ مَعِيشَةً ضَنْكَ. Kim zikrimdən üz döndərsə, güzəranı sıxıntılı olacaq. Allahın ən gözəl zikri la ilahe illallah, Muhammed Rasulullah. Allahın ən gözəl zikri namaz. Necə Allah Teala Musa əleyhissalama deyir: "Və aqimis salate li zikri." Məni zikr etmək üçün, məni xatırlamaq üçün namaz qıl. Namaz dəyərli qardaşlar, Allahu Akbar. Başladın namaza, zikirlə başlayırsan. Fatihə surəsi zikirdir. Rukuya gedirsən, Subhan Rabbiyel Azim zikirdir. Səcdəyə gedirsən, Subhan Rabbiyel A'la. Ən uca Rabbim baş və müqəddəsdir. O zikirdir. İki səcdə arasında əyləşəndə Rabbi firli, ey Rəbbim məni bağışla. Bunlar hamısı zikirdir. Sən bunlardan üz döndərirsənsə, Rəbbin xəbər verib ki, فَإِنَّ لَهُ مَعِيشَةً ضَنْكَ. Güzaran sıxıntılı olacaq. Maddiyyatın çox olar, imkanın çox olar. İnsanlar sənə hörmət qoyarlar, müəyyən bir məqam verərlər. Lakin köksündən xəbərləri olmayacaq. Köksündən Allah xəbər verir. Köksündən Allah xəbər verib ki, orada bir dənə narahatçılıq olacaq. Lakin rahatçılıq nə iləndir? Ələ bi zikrillahi tatmainnul qulub. Dəyərli qardaşlar, diqqət edirsinizsə, hələ atamızdan, babamızdan bir şey deməmişik. Çünki dindən danışanda Allah və Rəsulundan gətirmək lazımdır. Ola bilər, müəyyən bir məqamda. Məsələn, bəzən deyir, atalar belə deyir. Və yaxud da mənim babam belə deyərdi. Yeri gələndə demək olur. Amma din, söhbət Allah və Rəsulundan gedirsə, Allah belə dedi, Peyğəmbər sallallahu əleyhi və səlləm belə dedi olmalıdır. Ona görə namaz qılmaq, namazı əda eləmək, Allahın istədiyi kimi Allah əmr edir. Allah Teala deyir ki: "Və mə umiru illə liya'budullaha muxlisin lehu'd-din hunafa'a və yuqimus-salata və yu'tuz-zaka və zalika dinul qayyimə." Ayənin gözəlliyinə, möhtəşəmliyinə bax. Bəyyinə surəsi. Asıl oxuyun Quran-ı Kərimdə. Allah Teala deyir ki, halbuki onlara əmr olunmuşdur. Mənə və sənə, hər birimizə. Allah deyir ki, onlara əmr olunmuşdur ki, həniflər kimi, yəni bütün batil ilahları tərk eləyib, tək Allaha ibadət eləyənlər kimi Allaha ibadət etmək, ona heç bir şey şərik qoşmamaq, namaz qılmaq və zəkat vermək əmr olunmuşdur. Və zəlikə dinul qayyimə. Çünki bu doğru dindir. Doğru din nədir? Tək Allaha ibadət eləmək. Heç bir şey şərik qoşmamaq, namazı qılmaq. Əgər malın zəkata düşürsə,
Allah üçün o maldan zəkat vermək. Allah Teala başqa bir ayda bildirir ki, namaz qılmayan və namazı tərk edən insanlar üçün Allah Teala deyir ki, فَخَلَفَ مِنْ بَعْدِهِمْ خَلْفٌ bizdən əvvəlki salihlərdən, peyğəmbərlər və onlara tabi olanlardan Allah Teala deyir ki, فَخَلَفَ مِنْ بَعْدِهِمْ خَلْفٌ أَضَاعُوا الصَّلَاةَ وَاتَّبَعُوا الشَّهَوَاتِ فَسَوْفَ يَلْقَوْنَ غَيًّا. Açın Quran-ı Kərimdə dəyərli qardaşlar, vallahi bizim sözlərimiz deyil, Allahın sözləridir. 7 qat göyün üzərindən nazil olmuş ayələrdir. Allah deyir ki, onlardan sonra bir toplum gəldi, bir zümrə gəldi, bir dəstə gəldi. Şəhvətlərə uyub namazı tərk etdilər. Onlar cəhənnəmi görəcəklər. Allah qorusun hər birimizi namazsız ölməkdən. Namaz, dəyərli qardaşlar, bəzi insanlar deyir ki, mən namaz qılsam işdən çıxardacaqlar, mən namaz qılsam molla deyəcəklər, mən namaz qılsam ruzum azalacaq. Sən namaz qılmadığın halda sənə ruzu verən Allah barədə necə pis zənn edirsən ki, o mənə ruzu verməyəcək. Namaz qılmadığın halda indiyə qədər səni böyüdüb, yedizdirib və çizdirib, işləri asanlaşdırıb, evləndirdiyin qızı evləndirməkdə o sənə kömək eləyib. Evləndirdiyin oğlu evləndirməkdə o sənə kömək eləyib. Düşdüyün çətinliklərdən o səni xilas eləyib. İndi sən namaz qılsan, sənə ruzu verməyəcək, sənə yardım eləməyəcək, sənin işləri asanlaşdırmayacaq. فَمَا ظَنُّكُمْ بِرَبِّ الْعَالَمِينَ. Allah deyir ki, sizin aləmlərin Rəbbi olan Allah haqqında zənniniz nədir? Belə mi zənn edirsən Allah haqqında? İbadət etmədən səni ruzulandıran, ibadət edəndə ruzunu kəsəcək. Gəlir bizdən əvvəl salihlərdən bir nəfər, inşallah bu maraqlı bir qissədir, həm mənim üçün, həm sizin üçün, eşidənlər üçün. Dənizdə müsəlmanlar gedirlər və görürlər ki, bir adada bir nəfər ibadət eləyir. Yaxınlaşırlar ona, görürlər ki, bir daş parçası ona ibadət eləyir. Deyirlər ona ki, nəyə ibadət eləyirsən, nədir bu? O da deyir ki, bu mənim ilahımdır. Bu mənim ilahımdır. Müsəlmanlar deyir ki, sən elə şey ibadət eləyirsən ki, bizdə gəmidə adamlar var, onlar mütəxəssislərdir. Bundan yaxşısını düzəldərlər sənin üçün. O da deyir ki, siz nə ibadət edirsiniz yaxşı? Siz kimə ibadət edirsiniz? Onlar deyir ki, biz Allaha, səni yaradan, məni yaradan, 7 qat göyü, yeri yaradan, bu dənizi yaradan, ruzulandıran Allaha. O da deyir ki, Allah, ilah, hardan tanımısınız onu? Siz onu necə tanımısınız? Necə bilmişsiniz ki, sizin ilahınız odur? Deyir ki, o bizə peyğəmbər göndərir. O bizə kişi göndərir, peyğəmbərdir, ona kitab nazil eləyib. O da deyir ki, o peyğəmbər gəlib nə deyib? Nə öyrədib sizə? Deyir ki, Allah ona Quran-ı Kərim nazil edib, onu öyrədib bizə. Deyir ki, hanı bəs o? Hanı o peyğəmbər? Onlar da deyir ki, artıq vəfat edib. Deyir, yaxşı, nə qoyub gedib? Deyir ki, Quran-ı Kərim Allahın kitabım. O da deyir ki, mənə bir oxuya bilərsinizmi orada nə yazılıb? Və başlayırlar surələrdən bəzilərini, ayələrdən bəzilərini oxumağa. Adam İslamı qəbul eləyir. Quran-ı Kərimin ecazkarlığını, möhtəşəmliyini başa düşür. İslamı qəbul eləyir. Və götürürlər müsəlmanlar onu özü ilə, artıq müsəlmandır. Gecə olur, müsəlmanlar dincəlir. O da İslamdan az xəbər var, çünki təzədir. Müsəlmanlar yatır və buna deyirlər ki, bizim Rəbbimiz elədir ki, bütün məxluqatı ruzulandırır, özünün heç bir şey ehtiyacı yoxdur, yatmazdır, mürgüləməzdir, əbədidir. Və gecə müsəlmanlar yatanda bu da deyir ki, siz necə pis qullarsınız? Bəs deyirdiniz, o yatmır. Siz gedirsiniz yatmağa, niyə ona ibadət eləmirsiniz? Və özü müəyyən ibadətlərlə məşğul olur. Və gətirirlər bunu özləri ilə kəndlərinə və bir-birlərinə deyirlər ki, gəlin müəyyən məbləğ yığan verək buna, getsin öz ehtiyaclarını ödəsin. Çünki adam dənizin ortasında heç bir maddiyyəti yoxdur. Bu da eşidir bunu. Və gətirib bunu müəyyən bir məbləğ verəndə, bu deyir ki, bu nədir verirsiniz mənə? Ola deyirlər ki, sən təzəsən İslamda, öz ehtiyaclarını ödəyərsən. Deyir ki, mən özündən qeyrisinə ibadət elədiyim halda, yaratdığı daşlara səcdə etdiyim halda, mən ona səcdə etsəm, o mənə ruzu verməyəcək. O mənim ruzumu artırmayacaq, mənə başlı-başına bıraxıb ac qoyacaq. Təsəvvür edin, namaz səni izzətləndirəcək. Namaz qəlbivi də, əzaları da təmizləyəcək. Çünki Allah deyir ki, İnnəs-salət tənhə anil fəhşəi vəl-munkar. Çünki namaz murdar, çirkin əməllərdən çəkindirir. Hansısa bir fahiş əməli etmək istəyən yadva düşür ki, namaz qılansan. Namaz qılana yaraşmaz ki, belə bir əməl etsin. Ona görə dəyərli qardaşlarım, hər birimiz
İslamın rukunlarını öyrənməli, onları əməl etməliyik. Vaxt uzun olur deyə inşallah ikisini indi götürək əsaslardan. Üçü qalsın gələn görüşümüzə. Allahdan istəyirəm ki, Allah Teala bizi bax bu ayə ki var, həyatımıza ən gözəl tətbiq eləmək nəsib eləsin. O ayə ki, Allah Teala öz peyğəmbərinə həmçinin bütün insanlara əmr edir ki, وَأْمُرْ أَهْلَكَ بِالصَّلَاةِ وَاسْتَبِرْ عَلَيْهَا لَا نَسْأَلُكَ رِزْقًا نَحْنُ نَرْزُقُكَ وَالْعَاقِبَةُ لِلتَّقْوَى. Allah Teala deyir ki, ailəvə namaz qılmağı öyrət, əmr et onlara. Özün də namazı səbirlə yerinə yetir. Biz səndən ruzu istəmirik. Əşinə biz səni ruzlandırırıq. Gözəl aqibət təqvaya bağlıdır. Təqva nə demək dəyərli qardaşlar? Təqva, yəni Allah qorxusu, Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinməyə deyilir. Allah Teala bu ayəni ən gözəl şəkildə həyatımıza tətbiq eləməyi nəsib etsin və son olaraq o qardaş ki, onun evladı olub, Allah o evladı xeyirli etsin və həmçinin fürsətdən istifadə edib, buradan dua eləmək istəyirəm bütün müsəlmanlar üçün. O müsəlmanlar ki, onlar əziyyət çəkirlər aclıqdan, susuzluqdan, xəstəlikdən. Allah onların xəstəliyinə şəfa versin. Allah da onları geniş ruzla ruzlandırsın. Onların sıxıntılarını Allah Teala aradan qaldırsın. Allah Teala bizim ölkəmizi irəliləyəndən sonra geriləməkdən qorusun. Necə görürsünüz dəyərli qardaşlar? Şükürlər olsun Allaha. Gözümüz görə gündən günə ölkəmiz inkişaf eləyir, irəli gedir. Maşallah, nemətləri Allah Teala artırır. Allahdan istəyirik ki, Allah Teala əmin-amanlığımızı qorusun. Əmin-amanlığımıza zərər, xələl gətirmək istəyənlərin o hiyləsini Allah Teala öz boğazlarında qoysun. Allah Teala bizim ordumuzun qədəmlərini gücləndirsin, sabit eləsin. Allah Teala bizim məskəllərimizə, zabitlərimizə, bizi qoruyan Allahın izni ilə gecəsin gündüzünə qatıb bizim keşimizdə duran o polisləri Allah Teala qorusun. Kimlərsə narazılıq etsə biz narazı deyilik. Allah Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, Mən la yəşkurun nəs la yəşkurullah. İnsanlara təşəkkür etməyən kimsə Allaha şükür eləmiş sayılmaz. Həmçinin biz dua edirik Allah Teala ki, Allah Teala bizim ölkəmizin rəhbərinə qorusun. Allah Teala onun sözünə bərəkət versin. Necə Allah Teala onu düşmənlərin qarşısında izzətləndirib, daha da izzətləndirsin. Allah Teala onu irəlilədikdən sonra geriləməkdən qorusun. Allah Teala onun ətrafını ona xeyir əməllərdə yardım edənlərlə bürüsün, ona hiylə quran insanların Allah Teala şərrini ondan uzaq eləsin. Allah Teala hər birimizi öz zikri üzərində yaşadıb, öz zikri üzərində götürsün. Vəlhamdülillahi Rabbil ələmin.